Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Cəlilabadda qətl törədilir. Məlumata görə fevralın 16-sında saat 13 saatlərində Cəlilabad rayonunda 52 yaşlı Azər Baxşıyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanada ölüb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə İbrahim Babayev Azər Baxşıyevi ürəyindən bıçaqlayıb. Araşdırma aparılır. Digər bir xəbərdə isə Cəlilabad prokurorluğu rayonda törədilən qətlə bağlı məlumat yayıb. Bildirilir ki, qurumdan verilən məlumata görə fevralın 16-sında Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalar 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.